Hə, köhnələr. Bu mənim 11 may tarixində şəhərin mərkəzi küçələrin birində müəyyən bir qəzanın işıqlandırılmasının bir videosu. Deyirəm, adiyyətli qurumlar üçün məlumat. Bu İstiqlaliyyət küçəsinin davamıdır, bax gördüyünüz kimi. Baxın görün. Bu Həmkarlar İttifaqının binası. Bu da ki Azərbaycan Ədəbiyyat Muzeyi. İndi buna baxın. Görürsünüz? Bax, burada əməlli başlı daşır. Daşır. Bütün su basıb buraları. Yəni ki, burada əməlli başlı bir avariyadır. Yaxşı olardı ki, kimsə gəlsin, bir dənə bu ilə maraqlansın. İndi mən ardını da çəkəcəm. Bu isə həmən o videonun nəticəsi. Özü də ki, həmən gündə ya. Biri 5-ci ay 2026-cı il İstiqlaliyyət küçəsi 200 mm-lik azbest borular, kanalizasiya boruları yuyuldu. Lukların ən axır dibidir, laptopları. Xət üzə işlək vəziyyətdədir. Yuyulan birinci quyu 35 metr məsafə və ikinci quyunu göstərəcəm. Yuyulan ikinci quyu və üzü aşağıya, üçüncü quyuya xərək. İndi deyin mənə görün. Çoxdur və belə blogerlərin arasında kimlərsə, hansının ki, doğrudan da sizə neysə az da olsa bir xeyri deyir. Yəni bizim cəmiyyətə bir